1970-ci il futbol üzrə dünya çempionatına çıxmaq üçün ölkələr bir-birləri ilə futbol oynayırdılar və 1969-cu ildə də El Salvadorla Honduras arasında futbol yarışı olur. Birinci oyunları Hondurasda olur və El Salvador millisi məğlub olur. Lakin Honduraslı azarkeşlər tərəfindən El Salvador azarkeşləri və futbolçuları təhqir olunurlar. Cavab oyunu isə El Salvadorun San Salvador şəhərində baş tutur. Lakin El Salvador azarkeşləri keçən oyunun qisasını almaq üçün həmin Honduras azarkeşlərini döyürlər, həmçinin Honduras millisinin qaldığı otelə hücum eləyirlər və sair bu cür hadisələr olur. Üçüncü oyunu isə neytral meydanda, yəni Meksikada baş tutur və orada da qarşılıqlı təhqirlər və sair bu cür şeylər baş verir. Və hər iki tərəfdə millətçi hisslər yüksəlir, mətbuat isə biraz da bu məsələləri qabardır və hadisələri elə qələmə verir ki, insanların hisslərini təhrik edən və aranı qızışdıran bir xəbərlər yaymağa başlayırlar. Beləliklə iki dövlət arasında müharibə baş verir. Əlbəttə bu məsələnin arxasında siyasi məsələlər var idi. Çünki əvvəldən, yəni həmin ərəfələrdə Honduras və El Salvador dövlətləri arasında torpaq və miqrasiya məsələləri ilə bağlı siyasi problemlər yaşayırdı bu iki dövlət öz aralarında. Lakin dövlətlər arasında siyasi problemlər yaşananda dövlətlərin siyasətçiləri bunları öz xeyirlərinə necə həll edə biləcəklərini düşündükləri halda aşağıda sıravi vətəndaşlar həmişə bu siyasi məsələləri milli qürur, milli məsələ kimi qəbul edir və qarşı tərəfi problemli olan, özləri ilə problem yaşayan dövlətin cəmaatını düşmənləri kimi qəbul edirlər. Və həmin bu oyunda da Honduras və El Salvador dövlətləri arasında siyasi problemlər olduğu üçün bu iki dövlətin cəmaatı bir-birlərinə düşmən kimi baxırdılar və həmin oyunu da bir milli qürur məsələsinə çevirmişdilər. Buna görə oyunda bir-birlərini təhqir edir, futbolçuları təhqir edir, hətta oyundan sonra davadalaşlar baş verir ki, bundan da istifadə edən dövlətlər bir-birinə girirlər. Nəticə bu olur ki, iki dövlət arasında, yəni Hondurasla El Salvador arasında müharibə başlayır və hardasa bir həftəyə yaxın bu müharibə davam edir və bu bir həftə ərzində 3000-ə yaxın insan həyatını itirir. Odur ki, futbol və bunun kimi başqa idman oyunlarında millətlərin, xalqların, insanların ümumiyyətlə bir-birlərini təhqir etməsi lazım deyil. Bunlar hamısı gərəksiz şeylərdir. Belə şeylər insanlar arasında davadalaşı, müharibəni qızışdırır. Başqa da bir şey etmir. Bugün günümüzdə də bu cür hadisələr baş verir. Bəzən sosial şəbəkələrdə futbol səhifələrinin altında, rəylərdə görürsən ki, insanlar bir-birlərini təhqir edirlər. Ronaldoya, Messiyə, yaxud da hansısa futbolçuya görə bir-birləri ilə dalaşırlar, söyüşürlər. Onlar orada milyon qazanır, bunlar bir-birlərinin anasını söyürlər. Tək bu məsələ deyil, yəni tək futbol deyil, başqa mövzularda da bəzən biz bunun şahidi oluruq. Bəzən dostların arası hansısa siyasi məsələdən ötürü dəyir. Məsələn, Rusiya ilə Ukrayna müharibə aparır. Bunlar bunu hansısa çayxanada oturub müzakirə edəndə biri Ukraynanın, biri Rusiyanın tərəfini tutur və aralarında bir xeyli mübahisə gedəndən sonra incilik yaranır. Aristotel belə yerdə deyir ki, dostlarınızla siyasətçilərə görə mübahisə etməyin. Çünki siyasətçilər öz işlərini görəcəklər, siz isə dostlarınızı itirəcəksiniz. Futbolda idman yarışlarıdır, yaxud siyasi məsələlərdir. Ümumiyyətlə, bu cür şeylərdə mübahisə etməyə, yaxud da mübahisə edirsinizsə, bunu davadalaşa çevirməyin mənası yoxdur, incilik etməyin mənası yoxdur. Çünki müdafiə etdiyiniz həmin şəxslərin sizə heç bir faydası, xeyri yoxdur. Nəticədə dostlarınızı itirəcəksiniz.